modulda bir tənlik verilib və a kvadrat çıxılsın 11a plus 13 ifadəsinə bərabərdir. Deyir, tənliyin yeganə kökü olması üçün a parametrin ala biləcəyi qiymətlərin cəmini tapın. Biz bilməliyik ki, məsələn, modulda x minus 5 bərabərdir. 0 olarsa bu tənliyimiz, 0-a bərabər olarsa daha doğrusu, bu zaman bu tənliyin yeganə həlli var. Yox, əgər məsələn x minus 5 ifadəsi bir müsbət ədədə bərabər olarsa, tutaq ki, 10-a bərabərdir. Bu zaman bu tənliyin 2 dənə həll olmuş olur. Və yaxud da x minus 5 bərabərdir mənfi 2 olarsa, artıq bu tənliyin həlli yoxdur. Deməli, o zaman bizə yeganə kökünün olması sözü deyirsə, deməli biz verilən bərabərliyin digər tərəfində verilən ifadəni 0-a bərabərləməyimiz lazımdır və oradan da a-ların cəmini tapmamız lazımdır. Biz də bunu yazarkən görürük ki, a kvadratı çıxılsın 11a üstə gəlinsin 13 bərabərdir 0 bir kvadrat tənlikdir və kvadrat tənliyində a1 üstə gəlinsin a2 köklərinin cəmi 11-ə bərabərdir. Bir də bunun həqiqi kökləri olduğunu nəzərə alsaq, yəni baxmalıyıq ki, bunun diskriminantı həqiqətən 0-dan böyükdürmü? Bu da 121, diskriminant bərabərdir, 121 çıxılsın, 4 vurulsun 13'dür və görürük ki, buradan da diskriminant böyükdür 0-dır. Deməli, bunun kökləri cəmi 11-ə bərabərdir.